8 Mart Qadınlar Gününü niyə qeyd edirik? Hər il çiçəklərin, hədiyyələrin havada uçduğu bu bayramın əslində əsl mahiyyətini bilirikmi? 1857-ci ildə Nyu-Yorkda bir qrup işçi qadın daha az iş saatı üçün etiraz edir və bu etirazların sonu 129 qadının ölümü ilə faciəvi şəkildə nəticələnir. Daha sonra 1908-ci il 8 Mart tarixində 15 minə yaxın qadın Nyu-Yorkda daha az iş saatı, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün nümayiş keçirirlər. Artıq 1910-cu ildə Danimarkada Beynəlxalq Sosialist Qadınlar Konfransı keçirilir və bu konfransda Clara Zetkin adlı Alman bir qadın qadınların hüquqlarının qorunması üçün bir günün təsis edilməsini tələb edir. Yəni belə bir təklif irəli sürür. Və beləliklə 1911-ci ildən etibarən Danimarka, Avstriya, Almaniya kimi ölkələrdən başlayaraq milyonlarla qadın hər il 8 Mart gününü Beynəlxalq Qadınlar Günü kimi qeyd edir. Azərbaycanda isə bu əlamətdar gün, Qadınlar Bayramı 1917-ci ildən sonra qeyd olunmağa başlayır. Daha sonra ölkəmiz Sovet İttifaqının tərkibində olduğu zamanlar bu bayram rəsmi olaraq hər il qeyd olunmağa başlayır. Daha sonra ölkəmiz müstəqilliyinə qovuşduqdan sonra rəsmi olaraq yenidən bu adət ənənə davam etdirilir və ölkəmizdə hər il rəsmi olaraq 8 Mart günü Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Nəticədə 8 Mart günü sadəcə hədiyyələşməkdən və bayramlaşmaqdan ibarət deyil. Təbii ki, bunlar da olsun, amma bu günün əsl mahiyyətini, əsl səbəbini unutmayaq. Yəni 8 Mart Beynəlxalq Qadınlar Günü qadın hüquqlarının qorunmasının və gender bərabərliyinin rəmzi sayılan bir gündür. Buna baxmayaraq günümüzdə Azərbaycanda da, dünyanın bütün yerlərində də gender bərabərliyinin pozulması, qadın haqqlarının, hüquqlarının pozulması halları yetərincə çoxdur. Bu halların azalması və tamamilə yox olması diləyi ilə hər birinizin 8 Mart Qadınlar Gününü ürəkdən təbrik edirəm.